üfüqlərə çatmaq olmaz. Əksinə o, fırtınalara meydan oxudu. Bu cür biz onun qələmdən üzrə düşüncə dağlarından birgə olur. Yalnız anadan olduğu bir məkan değildi. O bütün beşliydi. Biz sənə silahsızdı. Kızı Zəfərin ilk nəfəsi, ilk baxışı, ilk sevdası. Məşhur dağları, gözəl və şəfalı dağ havası olan bu bölgə, bura qonaq gələn hər kəsi öz seyrinə salır. Azərbaycanın ən çox səyahət olunan yerlərindən biri. Bölgənin qeyri-adi landşaftı, Qafqaz dağlarının bu diyara qarşı elədiyi zəngin flora fauna, hər fəsildə füsunkar rənglərə bürünən Azərbaycanın heyranedici təbiət gözəlliyi Xızı. Demək, burada başladı Zəfərin həyat yolu. Burada kökləndi Zəfərin yol səsi. İnsan ağaç gibidir. Kökü olan ağaç möhkəm olur. Kökü olmayansa tez yıkılır. Nene, onlar bizim kökümüzdür. Onlar bizim yaddaşımızdır. Onların keçdiyi yol bizim bugünümüzdür. Onlara hörmət bugünə, kökümüzə hörmət sayılır. Böyüklərimizdə qonaq olan sevgidə bir başqa olur. Qapımız hər zaman açıq olardı. Qapımızı döyərik, Allah qonağı kimi süfrəmizə tuzdurardı. Gözümüzə olsa belə, dağlıların belə bir deyimi var. Azın bərəkəti çox olur. Əsas odur ki, ürəyin geniş olsun. Düzdür əzizim. Bir də buradakı komşular bir də hayla kimdir. Xeyirlərinin deyil, acı günlərdə dərdimiz demişik. Nənə, sən qarışdıqca bu diyarı daha çox seviyorum. Mən canlı şəhərmişdir. Tariximizdir. Bir də səni görürük. Elə isə gedək, çay süfrəsinə qonaq edin. Nənə sayda bir başqa olur. Bektar. Ama bir şarkının davranışını da
Təyyarə var da. Təyyarə düzdür. Əli, ayağı, başına dəmirdən, əmr eləsə heç vaxt çıxmaz dəmirdən. Açması nədir? Robotdur. Robot düzdür. Quşlara yeganədir, bəlkə biganədir. Açması nədir? Təpələr? Yox. Qartal. Bilmədik, cavab yarasaydı. Məndən bu qədər. Hamımız okuyaq. Dünyada benim güzellikten sesinden dünyaya gelmiş bahar oldu. Bugün söhbət gelir ki, onun ruhunda elin, yurdun, bir halkın sevgisi var idi. Kiçik kızda anadan olan zəfərimiz, sonralar böyüyüb ədəbiyyatımızın bahar oldu. Bu kiçik ama sevgi dolu alem onun için əsl sənət qaynağıydı. Aile sevgisi ise onun üçün parça değildi. Bütün cevabımızın mayasıydı. Elektronik yemək qədər asandır. Oğlum, bunu mənə nə olacaq ki? Onsuz da sizin kəndə salmayacaq. Bəlkə baban cəhbar pişirərək ki, Çörək bəzəyə qat olunur ki, onun deyir xəmiri yaxşı olsun, mayası bərk gəlsin, onda xəmirdən səslədir özünü. Mənim oğlum saqqabını çalır ki, tacir olsun. Bəs nə olacaq bu saqqalar? Ancaq hərdən bir tutulur. Gerək yapala baxırıq, ya qayət. İllər keçəcək, bu çörək ətri şəhərin bazı zolaqlarında, çarpıqların, mürəkkəblərin arasında bir xatirəyə çevriləcək. Həmişə bir həqiqəti xatırladacaq. İnsan haradan gəldiyini unutmazsa, hara gedəcəyini bilər. Artıq zəfərin yolu bəllidir. Özünü alacaqdı bu yol. Amma bu yolun ilk addımları seminariyadan başlayacaq. Uşaqlar, Cəfəri Tanışı'nın məktəb zamanı dərdi olur. Amin.
Navbahar oldu. Güneş şöylənəni qurur satır. Lərləri yeri sərlər atır. Ot gəldi səhrada. Yeni çıxmış gülə baxdırsa bülbül dil atır. Gül qudağına qonur. Nəğmə oxuyacaq. Çox gözəl şeylər. Oğullar oldu. Çok iyi sesler geldi. Şüşütları bulutlarla döşər, dağlarında buzlar var ölçəmi, göy otlardan ipək paltar geyinən, tarlaları, düzləri var ölçəmi. Aferin Zəfər, yaxşı şey. Doğrudan deyilsin, şahid mənim. Əslində, niyə cavab verirsən? Öz səni işləsən, öyrənlər də ola bilərsən. Mən Ədil çox böyükdür. Mən ancaq həvəskar oldum. Tez bu əvəz, o tərcə olmasın. İstəyirsən gəlməmək gedək, köməkçidir, dərk etsin. Ədəbiyyata hər gün öz qəribə edir. Mən İngilizcə etmək sabiqim, onlar səsində kim sifariş etmişdir. Aferin Zəfər, onda qoysaları özünə yol açdı. Qol ol sənsi. Çox sağ olun, müəllim. Sevgiyle topluluğumuz mısralarda azadlık güneşini doğurur, vətən torpağının qəlbinin bağına çevirir. Zəfər bərəri azadlıq Allahı kimi yandı. Vətən onun ruhunda yaşayan ən müqəddəs duyğu, azadlıq istəyən qəlbində olan daimi bir çağırış idi. Azərbaycan bayrağı şeiri azadlıq uğrunda döyüşən, şeir dilində qələbə almış manifestdir. Bayrağımız müqəddəs rəqsimizdir. Ümidlərimizi, azadlığımızı qucaqlayan zamanın açıq pəncərəsidir. Ürəyimizin alovudur. Hər damlasında igidlərin qanı, qələbənin işıq parıldayır. Ay və ulduz gecənin qaranlığında yanan yoldaşımız, millətin əbədi qurur nişanəsidir, qələbə rəqsidir.
Osman'a. Şu görüşümüz ama şerbetini okşuyor. Düşünümüzde zevklerini, vicdanını okşuyor. Bu ay, yıldız, babamın kurtarı ne demek? Biz de böyle söylemek. Göl boya göl, mağalda kalmış bir Türk nişanı, bir Türk olmalı. Yaşlı boya, İstanbul'un sarsılmayan imanı, yürekleri yokalı. Şu al boya azadlığın, təzətinin fərmanı, mədəniyyət tutmalı. Vətən zamanı hər dili, sözləri, kəlmələr rengiyle sanki bir rəssam kimi duyguların, hisslərin en güzel tablosunu yaradır. Sanki onun düşleriyle vətəni oynamışdan gəlirsən. Onun sözünün gücüyle yarattığı ölmez şiirlerden biridir. Ana şiirin koparlığın, kudretin böyüklüğünü, aynı zamanda zərifliği çok möhtəşəm təsvir etmişdir. Əgər bütün bəşəriyyət ədul-i canım olar, ürək sübut edər, aldığı məkanətdə, icabı xəfrə məkan, vermərəm cəlalində, milə vəz edələr, dəhşət rəhmətdə, tələlər tutarım, çəkilmərəm haşa, və ya ki vəd edələr, dövlət-i cahanı mənə, ki bir kəsə baş əyib, içimi bəyan edəyib, eğilmərəm ləkici, versələr səmani mənə, yanımda gördürəcək Allah dərində şəmşiri, ölüm gücü ilə mənə hökm edər, olum qəsri, eğilmərəm yenə haşa, ölüm nədir ki, gücü yoxal mənə qinanələr təzir, cahanda yox elə bir qüvvət, baş əyyuna, fəqət nə gücü, vücud var yahut ki, hazıram qılıb xarc payı hər gün, öpüm əzizlər, kimdir o, nədir o, ana, 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 o adın qarşısında bir qul tək, həmişə səsində olmaq mənə fəxalətdir, onun əliyə qalar bəxtləmasam, yenə xəladır, bəzi istirahətdir, əsir, bağlayıb bəhri biyanım, ləpələr, atıl zavana səni yıldırım, alış, parla, gülünda tabi səmavi, gülünda çatla, damır, əsir külək, yaxşı şartdır, ey bu, Allah, bunlar mənə səbirlərdir, mütləqən yox, fəqət ana, o müqəddəs əmin qabağda, upaç qabıqda bassın, mənə bizim layla, təbəssüm olarak titrəyən dönəmdə, ruhu nəfər, ruhu edirən xərrat, uçar səmalara, oraların həyətdə, yapar, ölər bələnin titrən düşən söz, ana, sənə əlat qəbul həyətdə. Məlumatlar da yüksünlərə, həyat hikayələrində artıq səfər qapalı insan hadilərini yayınlanır. Onun qəhrəmanları zamanın yaşadıkları olsalar da insan, ki, düşüncə, duyğu, mübadilə, gülümsəmə,
İsmi görmek gerekli. Sözleri, artık bu bizim hikayemiz. Bana ben korkudan danışmadım. İndi ise Geleceğe alacak düşünceyle. Zafer Cabbarlı en ortada imza attı ki onlar bu günde yaklaşmasını yaptı. O gəlini alov kimi yandırdı, işıq kimi oyattı. Oktay Eloğlu millət uğrunda fədakarlığı dastanıdır. Ulduz, Əbdələ Fəthi, Solmuş Səhər, Ayda kimi əsərlər bu cürlə səhnəmizin, qəlbimizin səsidir. Sev isə azad qadın səsi oldu. Qadının azadlığının rəmzi oldu. Gece gündüz işler, özü de aksız kalır. Nedir mi? Sen yolunu verirsen, özü de yeter. Allah ne kızı var, ne de geçersin. Vay sen yalnızsın ya. Sen de bir şey yapmıyorsun. Kabus kim edilir? Ama bu kadar parası gelir. Bunun yere bir olma. Kimler bilir? Ay sevgilim sen yazdın olsun. Sen niye başında olmuş bir oynayın? Sen ise gece gündüz aksız oturup başın yolunu gösterirsen. Nerede bilir? O ateşleri, ben şu boğazına bir keçereyim. Sen bu Allah'ı tanışsan mı? Karadan, her şey biliyorsun. Bir de baba şeklini varalım. Niye bir yer işleriz? Dedim ki de biz de bir yerde şeklini çektiler. Razı olmadı. Ben sana şeklini sarar. Ay Allah'ım, şeklini olsun. Kendini sarar. Gerekse sen şekli çekme. Yok olur. Hep salak sağlığı var. Onun soruşmamışlara giderler ha. Keşke bir, ben de kendim var. Okuyardım, bana şeklime çizerdim. Ay Sevil, sen yazdın. Görürsen, nasıl akıllarlar hemen kızdır yazdı değil mi? Sen yazdın adamsın Sevil. Sen bağışına yoksulluk gözüyle baksan. Bu dünyada onun sağlığı gerek. Özün için istersin, hiçbir şey istemiyorsan. Elbette Allah onun kölgesini ben başından etsin. Onun gölgesi bu çakradır. O sen başa durdukça sen penceremiz olur. Ders neydi? Çıkar cırtınla. Ders dolaşındı. Bu sizin de başınız gözlemler aldı. Ay Sevil, sen yazdın adamsın. Sen o kadar adamların yanında ki sen gözü kara bakıyorsun. Ve ben otelden yırtmak üzere. Ama doktor onun da alacağı öyle bir dehşet durur. Senin bu dehşete çözebileceğine hiç inanmıyorum. Peki, antibiyotiklara bakmak lazım. Çok çekmesi sen bilirsin.
deyirlər belə. Dilimdə söz tapşırmışam, gecə arasından keçmişdi, indi deyirəm məsələlərə. Yaxşı, bəsdir. Səndən çadırmanı nədir? Bana kimi gözlükür. Tez oldu, bu şeyi düşdür, ondan qalan. Hələ bilmirəm, şeylərə çıxarışdır. Muradın yanlış mı otursun? Əsli o gəldi. Gəldi, nə olur ki? Kişiler de bir yerde oturuyor, taş yer falan burada düşüşlere düşmeyecek. Vallahi, sen sözü sen adam arasında koymuşsan, özünü bir yere koymuşsan. Akıllı palmalar, bu barışmaz, bu sözlemez, sahara çıkartırlar. Aksın nasıl adam arasında çıkarmalı değilsen, canlının hoş bir gelişim yeriyebilirsen. Danışanın dilinde var, hiç sözletmeyi bilmiyorsan. Allah'ın bir korkadan sözletmiyorsan. Akıllı sergilemez, sahara çıkartırlar şey. Vallahi, onun için zaten vereceğim. Altıyla cevap, yarısı kuru çöreyle geçirmişim. Bir gün bir şeyler başlar. Ama indi Allah birbirimize bakır, bir farklı şey geçirmiştir. Ama indi sen beni bir yere koymuşsan. Her sen beni bir yere koysan, bir yollara, iki yollara, sonra da baklarını toplayanarak. O orada dokunmuştu. Özgürlüğü işlenci bir adetiydi. Çekmişti olması gubernatör olmuştu. Yerin altında bölgesinde. Paris'te manşetini kurdu. Rus kalmıştı, Fransız şampiyonasında daha yaşlıydı. Felsefenin 5 kavramı şimdi. Sen ne bilirsen? Sevdiği felsefeleri verir. Felsefe. Sen salgında tutmalıysın. Ne çizimler? Zaten çizimler. İmandan adına verildi. Nasıl oldular? Heyhat, bu zehirli hayat yaşamak, bu zehalet bu canlıdan büyümek, bir cehennem azabı, cehennem. Doğrusu edil yapar. Kim bu bulumda bulunmakta yaşa hepsine bölüşmek istemezdi. Valla, bu yerlere, bu yerlere. Yere, bunların yanında, onların kapını nerede? Ben hep güzel emrimi sıklamışam. Gülüş. Vallahi yoldan geç, araba dolaşma. Camlar da atmıştır. Evimizi beğendiniz mi? Gel git yolda tutuyoruz. Ev nasıl? Ne ama bir saatte istedim. Biraz kesin istedim. Bugün böyle döşenmişti. Sabah Ecel Hanım gelirse başka bir sürü insanlar. Biraz kesin gelirse başka bir sürü insanlar. Bak Mehmet alırsa bu evi bütün sekizlerden tutmak lazım. Burada başka göz adamlar sergiler edeceğiz. Daha önce nasıl? Gülüşcan, senin çok değil mi? Vallahi, ben de çok güzel. Diyemem. Anlatabilirim ha. Ne yine? İzle, sen bana bakışlar. Sen diyorsan ki ben bir cehennem azabısıyım. Ben hiç öz ailemde kalmayayım. Görürüm baba. Senin baba da bir tane var. Ve Baba, bu evde internet önemli başka kimse olmaz. İzle, bu sevil bir çuval için bir çiftli okuyacaksın. Onun kıyameti geçersin. Ben sizden gelmiyorum. Olmaz. Bekle. Sen nasıl öğrendin bilmiyorum. Bu evde. Ben karanlıkta. Allah, sevil sertlik altına gel. Allah korusun. Ben gelmedim. Ben de gülüş gönderdi. Onu ben gönderdim. Bu evde yaşayanlar hepsi bir dünya bakıyorlardı. Bu lemeler, bu salçalar, kumlar, bu arabalar, hepsi bir dünya bakıyorlar. Budur zavallı. Ben de bir zavallı. Dedim ki geçeceğiz bu evi kalacak. Hadi yok. Hanım, ben de sanki gezme olmak belki. Bu saat çalmışlar. Ben zavallı, donup kaldım. Hayat dönüştü. Hoş dönüştü. Hoş geldin. Gel. Ben seni artık başlıca adımlarına atıram. Benimle bilmirsen yıkıl. Yaşamak istersen kal. Çok tatlı. Biz sizin çığlıkınızı eşittik. Sizin bu
burka açtığımız o ahır kapılar bugün bizim için dünyaya açılan pencereye çevrildi. Təqsirmə qarşı sözmə, sədqi, mənə sözü çox tatlıdır. Mən sizi ümumiyyətlə bilmirəm. Deyirlər ki, həyat mübarizədir. Qoçda işlər, qoçda yaranır. Yox, sözüm. Sən nədən? Yox, sözüm, yox, elə deyil. Mən təqsirliyim. Fəqət həyat mən şaşırdım. Eləmi? İnanmıram. Ehtiyac həyatın müəllimidir. Mən isə severim. İndi mən həyata qarşı aciz deyiləm. İndi məndə qoçda işinə qarşı aslan pəntəsi vardır. Baba, nədir? Ne işin? Mən bir sənə bekliyorum. Sözüm deyildir. Həyat döyüşdür. Qoçda işlər dolaşlarına. Yox, yürüyüşlər. Qoçda işlər, qoç dayanmaz. Qoçda işlər, aslan pəntəsi dayanar. Çağatıçlar, hayır. Mən oynamaq istəyirəm. Her dört tanesi onun sözlerinin imzalanan hatıralarıdır. Her kuş parçası ise yalnızlığının durmaz hatırası kimi parıldayır. Zəfərin ölümü elə bir səslə çıxartmayır ki, ürəklərdə qopdu, düşüncələrdə dərin sürtər. Həqiqət, sanki həyat bir anlık dayanmış, onun yokluğunu qəbul etmiş sırf gözləyir. Hepimiz sana unutmayacağız. Sanki sebebi her şey bir yanlıştır. Dedi sonra bizim nesil çok önemli. Sonra dedi ki insan çok göstererek öldüğünü bildiğin emin an üreye çarpar. Sen de bilirsin. Ona göre de üzmeleri. Sonra dedi ki uyanırsın. Uyandığına göre de artık uyanmışsın. Dedi sonra yolda görürsen ki ölmüşsen, ağlayırsan. Ben dedim ki ölmedikten sonra yuxudur. Sonra bana dedim ki yuxuda ölmek, ağlamak gülmektir. Sen de güldün. Ama bak o gece daima söyledim. Gözümde dilanma göz yaşlarıydı. Mənə xatirə qaldı. Oyuncağımda göz yaşı, ortaya qaldı. Hiç tutmaram. Büyük eserler işlerim. Eserlerinde çok çalışırım. Hatta bu kayıt ve
ise aklım sesleşir. Adlaşılan her bir kelime bir şeyde durmuş bir parça. Sanki senin bende bir gönül var. Sanki sen yanımda. Adını da çözgen ise hep de yaşamında. Sanki sen arzusunda şefkatsın. Azerbaycan emeğinin gurur yapar. Halkın yaşamımıza var olacak. İngilizce buraya bu tedbirin teşkilatçısı Hakan Ağa Aydın Əməlləri. Gerçekten heyecanlı her birine teşekkür ederim. Aslında bu tədbir Ramazan'ın teşekkür edeceğim insanlar çoktur. Bir sizlere teşekkür ederim. Gerçekten çok sağ olun. Her zaman destekliyoruz. Her zaman yanımda olun. Çok insanlara teşekkür ederim. Benim hayatım çok sağ olun. Tünen benden bu akşama kadar burada olan bütün insanlara, əzizlərə, dostlarımıza teşekkür ederim. Benim balaca kahramanlarımdan çok sağ olun. Ben tədbirlə bağlı yəqin ki, olanlar var. İlk öncəliklə sözü istəyirəm. Məktəbimizin direktoru Abdülazadəyə. Buyurun. Hepinizi bu tədbirdə salamlayırıq. Hər birinizə xoş gəlmisiniz deyirik. Bugünkü tədbirimizlə bağlı təəssüratlarımız çoxdur, amma qısa istəyirəm bəzi məqamları deyəm. Əvvəla tədbirin təşkilatçılarının bütün hər bir əməyi olan təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Və istəyirəm ki, onları bir ucadan alqışlayaq. Tədbirin əsas qəhrəmanları olan bu balaca balalara da gürültülü bir alqış. Maarifləndirici xüsusiyyətlərə malik olan tədbirə görə sinif rəhbəri, 7B sinifinin sinif rəhbəri Arzu Hətamovaya təşəkkürümü bildirirəm və bütün şagirdlərə, hər birinizə gözəl gələcək və təhsilli gələcək arzulayıram. Bu tədbir doğrudan yönetmenimizi bitmiş illərə göstərdi. Sağ olun hakimlərimiz, həqiqətən burada birinci mərhələsi daha söylədik burada. Uşaqlara özünün ətrafını bildirilən və uşaqları burada bir tədbirlərə hazırlaşdıran, bütün hər bir kəsə özünün ətrafını bildirilən, sənin yanında olan hər kəsə vakillərlə beraber sözün ətrafını bildirilən, etraflı tədbir üzərində çox danışmışdır. Bir daha tədbir edirəm. Neçə vaxtdır sizin tərəfiniz
Mənə elə gəlir ki, Cəfər Cabbarlı bugünkü Azərbaycanı görmək istəyir. Bugünlər uşaqlar hər biri onların ötəsindən müharibələrindən təbrik edirəm. Valideynlər təbrik edirəm. Çünki valideynlərin əziyyəti böyükdür. Uşaqların istədiklərinə, istədiklərinə, arzularına, əziyyəti eləməklə hər bizə təşəkkür edirəm. Ben de öz növbətimizə arzulayıram. Bu gözəl marifətlərimizi tədbir üçün çox təşəkkür edirəm. İlk öncə məktəb rəhbərliklərimizə şərəf yaratdığı üçün və təşkil edən bütün əziyyəti olan hamıya təşəkkür edirəm. Çox təşəkkür ederim. İlk önceden valideynlerimize teşekkür ederim. Çünkü vaktiyle gül gibi bağlarımız var. Arzu müəllimini dəstəkdir. Və mən Cahit müəllimə təşəkkür ederim ona görə ki, məktəbimizdə sağlam mühit var. Valideyn müəllim mühiti var, sağlam. Ona görə də belə tədbirlər alınır. Əgər valideynlərə dəstək olmasa, məktəbə dəstək olmasa heç nə alınmaz. Ona görə valideynlərimizə təşəkkür edirik. Var olasınız. Arzu müəllimə təşəkkür edirik. Bu günləri məktəbimiz yeni aparıcılar təşkil edirlər. Və inanıram ki, bugündən sonra aparıcıların uşaqlar hər birisi təşəkkür edirəm. Mən uşaqlar çox seviyorum. Çox seviyorum. Hər yerdə gözəl bir tədbir olsun. Arzu müəllimə, okullarınız bol olsun.